Salam, fe'l mövzusunun izahına baxaq. Verilən fikirlərdən hansı doğrudur? Təsriflənən fe'llər tərkib əmələ gətirə bilir, səhvdir. Tərkib əmələ gətirmək təsriflənməyən fe'lin xüsusiyyətidir. Mürəkkəb fe'l mürəkkəb cümlə üzvü olur. Bu da səhvdir. Mürəkkəb cümlə üzvü olmaq üçün söz birləşməsi olmalıdır. Təsriflənən fe'llər heç ismin bütün hallarla sintaktik əlaqədə ola bilmir. Bəli, yer iki halda ola bilməz. Düzəltmə fe'llərin kökü və yarandığı nitq hissəsi mütləq fe'l olmalıdır. Xeyr. Məsələn, sıxlaş. Sıxlaş. Sıx sifətindən fe'l yarandı. D səhvdir. Fe'llər istənilən məqamda hərəkətin baş verməsini yalnız təsdiqdə ifadə edir. İnkarlıq bəs var axı. Hansı cümlələrdə xəbər şəklində olan fe'l var? Xəbər şəkli deyirsə axıra baxmalıyam. Gətir fe'lidir bu. Zaman şəkilçi yoxdur, ona görə olmaz. Gəldən gəlib zaman var, 2 olar. Malı məli vacib şəklinin xüsusiyyətidir. Bir fe'l yalnız bir şəkildə olar, ona görə 3 səhvdir. Tapacağam, acaq, əcək. Gələcək zaman 4 olar. Edəsidir, etdən edəsi. Bu da lazım şəklinin şəkilçisidir, ona görə olmaz. Cavab 2, 4, C variantı olar. Qopardı fe'linə əsasən yanlış fikir seçin. Burada qop sözün kökü ar, leksik, d qrammatik. Bir belə düşünmək olar. Bir də qop sözün kökü ar qrammatik, d qrammatik. İstənilən halda xəbər şəklindədir. Bəli. Arı leksik düşünsəz, d şudi keçmiş zaman olacaq. Şudi keçmiş zaman. Burada arı qrammatik düşünsəz, gələcək zaman olacaq. Həm sadə, yəni zaman varsa da xəbər şəklində olacaq. Həm sadə, həm düzəltmə fe'l kimi işlənə bilər. Bəli. Qururca düzəltmə olanda keçmiş zamanda işlənir. Bu düzdür. Məlum növdədir. Vurğuya görə aid olduğu şəkil də dəyişə bilir. Xeyr, dəyişə bilməz. Yalnız xəbər şəklində olur. Yanlış E variantıdır. Bilirəm ki, deməyəcək. Bir sevgilin, bir də vətən, şair nə tez qocaldın sən. Nə işlənməyib, xəbər şəklində olan fe'l var. Bilirəm, indiki zaman. Qayıdış növdə olan fe'l yoxdur. Qoca sözün kökü l leksik, qoca sifətindən yaranıb, qocaldı, qocaldın. Düzəltmə fe'l var. Məlum növdədir hər biri. Qulurca sadə olan fe'l, məsələn, bilirəm, sadədir, ed olmaz. Çıxsın gecələrdən gecələr qızı, ucalsın göylərdə səhər ulduzu. Nümunəsindəki fe'llərin təhlilinə aid olan. Çıxsın bu əmr şəklidir. Ucalsın. Ucadan uca, ucalsın bu da yenə əmr şəklidir. Başqa fe'l yoxdur. Qayıdış növdə olan fe'l yoxdur. Fe'llərin hər ikisi əmr şəklindədir. İkinci şəxsdədir. İkinci şəxsdə deyil də. O çıxsın, o ucalsın, üçüncü şəxsdədir. Fe'llərdən yalnız biri quruşca düzəltmədir, xəbər şəklindədir. Xəbər şəklində fe'l yoxdur. Düzəltmə fe'lin kökü isimdir, xeyr sifətdir. Fe'llərin hər ikisi məlum növdə işlənib, bəli, düzdür. Fe'llər ilə bağlı doğru fikirləri müəyyən edin. Biz qəfildən onunla rastlaşdıq. Rastdan rastlaşmaq, d, q. Şurada keçmiş zaman şəxs sonluğu. Gördən görüş, indiki zaman və şəxs sonluğu. Hər ikisi quruluşca düzəltmədir. Bəli, leksik şəkilçilər var. Hər ikisi fe'lin xəbər şəklindədir. Bəli, biri keçmiş zamandadır, bu da indiki zamandadır. Hər ikisi qarşılıq növdədir. Xeyr. Qarşılıq növdə görüşürük sözüdür. Bu qarşılıq növdədir. Amma rastlaşmaq sözündə yox. Görək bu tərəfdə nə var? Hər ikisi birgəlik növdədir. Bu da səhvdir. Birinci sözdə bir leksik, bəli, rastlaşırdı sözündə bir dənə laş şəkilçisi leksik idi. İkinci sözdə 2 qrammatik. Görüşürük sözündə ür, bir də 3-2 qrammatik şəkilçi var. 5 də düzdür. 1, 2, 5. Qapını açmağa çağırır məni. Yozulmaz yuxunun kimsəsiz səsi. Nümunəsinin təhlinə aid olan fikirlər. Nümunədə bir təsirlənən fe'l işlənmişdir. Bəli, çağırır sözüdür. İkinci misradakı fe'l. Buradakı yozulmaz sözü sifətdir, fe'l deyil. Fe'llərdən biri xəbər şəklindədir. Bəli. Açmağa məstərdir. Təsriflənməyən formadır. Çağırır da xəbər şəklindədir. İndiki zamanda işlənmiş fe'l qulurca düzəltmədir. Xeyr. Çağırmaq sözün köküdür. Irda qrammatikdir. Nümunədəki fe'llər qulurca sadədir. Bəli. Açdan açmaq qrammatik. Çağırır da yenə
sadə fe'llərdir. Cavab olar 1, 3, 5. Sonra hansı sözü həm fe'lin iki müxtəlif şəkli, həm də leksik şəkilçili söz kimi düşünmək olar? Bu qorxaq sözüdür. Qorxdan qorxaq sifət kimi düşünmək olar. Bir də qorx sözün kökü A qrammatik, Q qrammatik. Arzu şəkli, Q da şəxs sonluğu düşünmək olar. Bir də belə düşünmək olar. Qorx sözün kökü A qrammatik, bu da əmr şəkli. Yəni üç cür düşünmək olar. Fərqləndirilən fe'lin hansı qrammatik məna növünə aid olduğunu müəyyən edin. Oğul mənim dirəcər, oxutmuram mərçəkin. Universitetdə oxutmaq mənasında olanda məlum növdür. Məktubu mollaya oxutdu. Bu icbar növ. Oxuduldu. Axırıncı leksik şəkilçiyə baxıram. Bu da məhcul növdür. Məlum, icbar, məhcul, D variantı. Hansı cümlədə şərt şəklində işlənmiş fe'l var? Şərt şəkli. Gəl sözün kökü ir qrammatikdirsə, artıq şərt şəkli ola bilməz. Bu isə hissəciyidir. Sonra varsa sözündə var fe'l deyil də. Bu deməli isə hissəciyidir. 2-də səhvdir. Yəni şərt şəkli fe'lə qoşulmalıdır. Burada da çək sözün köküdür. Qrammatik zaman səndə şəxs sonluğudur. Sən işə getmirsən ki, get sözün kökü m, inkar, ir, zaman səndə şəxs sonluğudur. Burada da yoxdur. Gətir sözün kökü sə şərt şəklidir. Birbaşa sözün kökünə atılıb. Yaz sözün kökü ıl leksik, ma inkar, sa da şərt şəklidir. Bayaq dediyim şərt şəkli sözün birbaşa kökünə və ya başlanğıc formasına artırılmalıdır. Qrammatik şəkilçidən sonra gələ bilməz. Amma bir istisna məqam var. Bu da inkar şəkilçisidir. İnkar şəkilçisindən sonra qoşula bilər. Deməli 5 də düzdür. A variantı. Birgəli növdə olan fe'l işlənmiş cümləni seçin. Girdən giriş məlum növdür. Topdan toplamaq məlum növdür. Burada nədir? Razıdan razılaş, bu da məlum növdür. Başdan başlamaq məlum növdür. Əsnəməkdən əsnəşmək birgəlik məzmunu da var. Deməli E variantıdır. Fe'llərdən biri iki məqamda eyni. Eyni şəkildə. Bir məqamda isə fərqli şəkildə düşünülə bilər. Bu ötürdü, bir də keçirdi sözləri İstənilən cür bir yolu keçirdi. Yolu keçirdi, özü keçirdi. Bir də kimisə keçirdi. İki məqamın ikisində də xəbər şəklində düşünür. Yaxud ötürdü sözü. Kimisə ötürdü, bir də quşlar ötürdü. O mənaların ikisində də xəbər şəklində düşünülür. Bu gətirdinin də oxuduğunun da mənaları yoxdur. Fərqli mənada düşünmək olmur. Amma bu köçürdün sözünü müxtəlif mənalarda düşünmək olar. Deyirəm ki, sən tapşırıqları köçürdün. Köç sözün kökü, ür qrammatik, köçürdün. Yox, köçürmək. Ür leksik, dü qrammatik, n qrammatik. Bir də belə. Sən başqa ölkəyə köçürdün. Köç sözün kökü, ür qrammatik olar. Dü qrammatik, köçür idin. N da şəxs sonluğu olar. Hər iki mənada, bu mənada da, hər iki mənada xəbər şəklidir. Bir də bu cürə düşünmək olar. Fərqli. Siz köçürdün. Köç sözün kökü ür leksik, yəni d leksik, ün də qrammatik, bu da əmr şəkli. Deyirəm, siz tapşırıqları köçürdün. Orada olacaq. Yəni dün parçalanacaq. Belə. Uyğunluğu müəyyən etməliyik. Məchul növdə işlənmiş fe'llər yalnız üçüncü şəxs şəkilçi ilə işlənir. İşləməyə də bilər. Məsələn, məktublar çatdırılanda tutalım. Üçüncü şəxs şəkilçi olmadı. Səhv fikirdir. Anı götürmürəm. Qarşılıq növ fe'llərdə qrammatik göstərici olmadan işin icrası əsasdır. Xeyr. Ümumiyyətlə, fe'lin növlərini tapanda birinci qrammatik göstəricini tapırıq. Yəni şəkilçini tapırıq. Ondan sonra
işin icrasına, yəni mənasına baxırıq. Yanlış fikirdir. Qarşısında da yanlış yazılıb B-ni götürürəm. Qayıdış növdə işlənmiş feillərdə subyekt olsa da obyekt olmur, səhv fikirdir. Obyekt və subyekt qayıdış növdə bərabərləşir. İcbar növün şəkilçisindən sonra heç bir növ şəkilçisi artırıla bilməz. Artırıla bilər. Məsələn, çatdırıldı. Deyirəm, çatdırıldı. Axırıncı leksik şəkilçiyə baxıram. Bu da səhvdir. Eyni feil həm qayıdış, həm də məhcur növdə işlənə bilər. Eyni feil həm qayıdış, həm də məhcur növdə işlənə bilər. Bəli, çəkildi sözü duman çəkildi desəm, qayıdış növü olar. İp çəkildi desəm, məhcur növü olar. Ya, doğru fikirdir. Qarşısına yanlış yazıb, ona görə götürə bilmərəm. Eyni. Bunun nümunəsini səhv yazdım. Çatmaq, çatdırmaq bu məhcur növ olmur da. Məsələn, oxutduruldu sözünə baxaq. Oxutduruldu sözündə oxutduruldu. Burada oxutdur icbar növün şəkilçisi, axırıncı leksik şəkilçi isə deməli məhcur növün şəkilçisidir. Ola bilər. Sonra qaçırdıq sözündə vurğunu ikinci hecada düşünsək. Burada düşünürəmsə, deməli bu idi hissəciymiş ki, vurğu qəbul etməyib, vurğunu ikinci hecaya salıb. Qıda şəxs sonluğudur. Bu ırda zaman şəkilçisi olmuş olur. İndiki zaman qasda sözün kökü. Nöqtələrin yenə yazıla biləcək. Düzəltmə olar, xeyr olmaz. Şurada keçmiş zamanda işlənər, işlənməz. İndiki zamanda tərkibində leksik şəkilçi işlənməz, düzdür. Tərkibində indiki zaman şəkilçi ilə omonim şəkilçi. Xeyr, indiki zamanın özü işlənər, omonimi yox. Sxeminə uyğun gəlməz, leksik şəkilçi var burada. Bizim uşaqları böyüdər Allah, naxıra şirpələn toxunmaz əsla. Feillərin təhnə aid olan doğru fikrə. Böyüməkdən böyütmək, də gələcək zaman. Toxunmaq, inkar, az da, bu da gələcək zaman. Hər ikisi feilin xəbər şəklindədir. Bəli, zamanlar var. Qəti gələcək zaman deyir, yox, qeyri-qəti gələcək zamandır. Feillərdən biri sadədir, biri düzəltmədir, düzdür. Böyüdər düzəltmədir, digəri sadə. Feillərin hər ikisi quruluşçu sadədir, səhvdir. Hər ikisinin tərkibində iki şəkilçi var. Bəli, düzdür. Hər ikisində iki şəkilçi var. 1, 3, 5, E variantı. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. Əmr şəkli. Təsriflənən və təsviflənməyən feillərə qoşula bilər. Şəkil təsviflənməyən feilə qoşula bilməz. Ümumiyyətlə, bir səhv fikirdir. Hissəcik ilə işlənə bilmir, düzdür. Xəbər şəkli işlənir, amma hərəkətin hansı şəxs tərəfindən və nə zaman icra edilməsini bildirir, düzdür. Cümlədə feili xəbər olur, hər ikisi feili xəbər olur, 4 də səhvdir. Məzmununda keçmiş zaman anlayışı ola bilir. Ümumiyyətlə, şəkillərin məzmununda keçmiş yox, gələcək zaman anlayışı olur. Bu da səhvdir. Sadə və mürəkkəb cümlənin xəbəri ola bilir. Hər ikisi ola bilir. B variantı olar. Kökü həm isimlə, həm də sifətlə. Həm isim, həm sifətlə omonim olan feil. Burada düz sözün kökü, əlləksi, düz sifətdir. Yəni, sifətlə omonim deyir, onun özü sifətdirlər, bu səhvdir. Təngə gəlmək mürəkkəb feildir bu heç. Bunların hamısını düzdürdün, düzdür. Ündə qrammati. Bu düzmək feilidir, sözün kökü feildir. Sifətlə omonimdir. Məsələn, doğru, dürüst mənasında sifətlə. Düz, çöl, bu mənada da isimlə omonimdir, C olar. Sıxlaşın sözündə sıxlaş, feildir. Bunun özü sifətdir, D səhvdir. Burada da etdiklərinizdə sadə feildir. Burada olmasaydı, ancaq olmasaydı, olmasa, bu müstəqildir, mövcud olmaq mənasındadır və sadədir. Deyir, birinci misalda mürəkkəb feil işlənib, səhvdir. Fərqləndirilən feil keçmiş zamandadır. Olmasa idi. Keçmiş zamanda deyil, şərt şəklindədir. Feillərin biri sadə, biri düzəltmədir. Bəli, qudurmaqdan qudurtmaq düzəltmədir. Bu da olmasaydı sadədir. Feillərin hər ikisi xəbər şəklindədir. Xeyr, bu şərt şəklindədir. B
birinci feil. Hər iki misradakı feillər quruluşca sadədir. Bu da səhvdir, dedik düzəltmədir. Euler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Dipçəkdə bir gül bitirdi. Deməli, vurğu buradadırsa, bu idiymiş ki, vurğunu qəbul eləməyib özü, ötürüb əvvələ. Bitdən bitir zaman, belə. Geyinməkdən geyinmək, geyindirmək, bu da keçmiş zamandır. Təsirflənən feil xəbər şəklindədir. Hər ikisi xəbər şəklindədir. Biri ortaya yazılmalıydı. Feil idi hissəci ilə işlənib, təsirli halda olan isimlə əlaqələnib. 2 düzdür. Gülü bitirdi. İçini götürdüm. Feil məlum növdədir. Quruluşca mürəkkəb deyil. Bəli, hər ikisi məlum növdədir. Şudi keçmiş zamanda olan feil işlənib. Şudi keçmiş zaman geyindirdi sözüdür. Ortaya yazıla bilməz. O birisi indiki zamandadır. Feil quruluşca düzəltmədir. Geyindirmək bəli düzəltmədir. Başlanğıc forması 2 dəfə dəyişib. Yəni 2 leksik şəkilçi ilə işlənib. 5 düzdür. 5 düzdür. Təsirflənən feil icbar növdə deyil. Heç bir icbar növdə deyil. 5 ortaya 6. 6 ortaya yazılmalıydı. 2, 3, 5 D variantı. Ürək təmiz olmalıdır. Bulaqların suyu kimi. Bəzinin isə vicdanı qaralmışdı quyu kimi. Deməli, burada təmiz olmalıdır mürəkkəb feildir. Bir də qaradan qaralmışdır. Feillərin biri qayıdış növdədir. Heç biri qayıdış növdə deyil. Şəkilçi yoxdur çünki. İkinci misrada fərqləndirilən söz feilin şərt şəklindədir. Bu isimdir də, vicdan isimdir. Bu sada isə hissəcikdir. Şərt şəklində o deyil, axı heç ümumiyyətlə feil deyil bu söz. 2 səhvdir. Birinci misrada fərqləndirilən hissədə ardıcıl olaraq isim, ürək isim, təmiz olmaq bu da feil. Deyir sifət feil, xeyr, səhv deyir. Feillərdən biri vacib, olmalıdır, vacib, təmiz olmalıdır. Digər isə xəbər şəklindədir. Bəli, qaralmışdır. Mış, nəqli keçmiş zaman xəbər şəklindədir. Düzəltmə feil sifətdən düzəlib. Bəli, qara sifətindən qaralmaq düzəlibdir. 4-5 A variant. Görüş sözünə eyni zamanda qoşula bilən hansı şəkilçilərin hər ikisi fərqli tələffüz olunur? Variantlardan yoxlayaq. İnkar, bir də qəti gələcək zaman. Görüşməyəcək. Bəli. Məsələn, görüşməyəcək yazılır. Görüşməyəcək deyirik. Deməli, A olar. Sonra 1-2. Şudi keçmiş zamanla şərt. Şudi keçmiş zaman və inkar şəkli. Məsələn, görüşmədi. Heç biri fərqli tələffüz olunmadı. 2 ilə 4. Şudi keçmiş zaman vacib şəkli. Bir feildə deməli, bir şəkil əlaməti olar da. İkisi birdən qoşula bilməz. Ona görə səhvdir. 3-5. 3-5 yenə 2 şəkil bir yerdə qoşula bilməz. 4-5 o da həmçinin. Hansı cümlələrdə mürəkkəb feil işlənib? Sağollaşdı sözündə. Sağol mürəkkəb feildir. Biri götürürəm. Gətirmək mamə inkardır. Deməli, burada düzəltmə mürəkkəbli bir şey yoxdur. 2 səhvdir. Göndər sözün köküdür. Deyə bilmək. Deyə bilmək, yaza bilmək. A üstə gələ, A üstə 2 üstə gələ bilmək sxemi mürəkkəb feillər yaradır. 4 düzdür. 5-də də hamısını etmisən. Etmisən yerinə yetirmək mənasında olanda deyirik ki, müstəqil olur. Buna görə 5 də səhvdir. 1 ilə 4 D variantı. Bütün kitablar qutuya yığılmışdı. Yığdan yığılmış nəqli keçmiş zaman. Bu da idi hissəciyi. Verilmiş nəqli keçmiş zaman. D də idi hissəcidir. Feilin hansı zamanda olduğunu, nəqli keçsə səbəbini. Səbəbi odur ki, nəqli keçmiş zaman şəkilçisini qəbul edib. Nəqli keçmiş zaman olub. Hansı cümlədə sadə feil işlənib? Sadə feil varlı, yoxsul, güclü, gücsüz olmayacaqdır. Olmayacaq deməli, müstəqil mənada nə vaxt işlənir? Mövcud olmaq mənasındadırsa, elə A olar. Ucadan ucalt, bu düzəltmədir. Cücərdən cücərt, düzəltmədir. Həkim olmaq bir yerdədir. Yöndən, yönəlmək, bu da düzəltmədir. Sonra, qayıdış və məhcur növləri ilə bağlı
müqayisə cədvəli. Morfoloji baxımdan dəyişə bilir. Morfoloji baxımdan dəyişmək qrammatik şəkilçi qəbul etməkdir. Bunu ikisi də eləyə bilir. Biri çıxaq. Obyekt elə subyektin özü olur. Bəli, 2 düzdür. Kökü feil olmayan sözlərdən əmələ gələ bilir. Hər ikisi əmələ gələ bilir. Məsələn, deyirəm, stol düzəldildi. Düzəldildi. Aha. Bunun kökü düz sifətidir. Sifət. Amma axırıncı məhsul növün şəkilçisi düzəltmək feilini artırılıb. Demək, kökü yox, nəyə artırılması önəmlidir. 3 düzdür. Yalnız kökü feil olan sözlərdən əmələ gəlir. Xeyr, bu səhvdir. Subyekti cümlədən itirir. Bəli, məhsul növ subyekti itirir. Qulluqca düzəltmə və mürəkkəb ola bilir. Bu ortaya yazılmalıdır hər ikisi. Deməli 2, 3, 5 B variantı. Kökü feil olmayan, başlanğıc forması və düzəldiyi nitq hissəsi feil olan söz. Rastdan rastlaşmaq. Düzəldiyi nitq hissəsi də rast sözüdür. Ona görə bu çıxdı. Ayaqdan ayaqlaşmaq. Düzəldiyi nitq hissəsi isimdir. Bu da çıxdı. Əkinci deməli feil deyil. Yazmaq, yazdır, yazdırıldı. Yazmaq feildir. Kökü feildir. Bizə feil olmayan lazım idi. Salamdan salamlamaq, salamlaşmaq. Salam sözü isimdir. Yəni kökü feil deyil. Salamlamaqdan yaranıb salamlaşmaq. Yəni feildən feil yaranıb. Sonra alovda közərib, odda bərkiyib. Közərib sözü. Bu közdən közərmək, ib nədir? Nəqli keçmiş zamandır. Çünki burada vergül var. Cümlənin xəbəridir. Feili bağlama olsaydı cümlənin xəbəri ola bilməzdi. Bərkiməkdən bərkdən bərkimək, yub yetişdirici, ib yenə nəqli keçmiş zaman. Bilmirsən sadədir. Bu da sonra sınmaqdan sındırmaq, ıb yenə nəqli keçmiş zaman. İndi baxaq. Deyir ki, həm təəssüflənən, həm də təəssüflənməyən feil işlənib. Burada təəssüflənməyən feil yoxdur. Bütün feillər xəbər şəklindədir. Bəli. Məsələn, ir burada var. Əyib. Bunlar da keçmiş zamandır. Fərqləndirilən feillər feilə bağlamadır. 3 səhvdir. Düzəltmə feillərin biri adlardan əmələ gəlməyib. Bu sındırmaq sözüdür. Sınmaq feilindən sındırmaq yaranıb. Közərib sözündə zaman şəkilçisi ilə omonim olan şəkilçi işlənib. Xeyr. Közdən burada ar-ər leksik şəkilçidir. Və qəti gələcək zamanın, qəti yox, qeyri-qəti gələcək zaman şəkilçisi kimi də qrammatik olardı. Yəni omonim olardı. 2, 4, 5 düzgün cavabdır. Düzəltmə təsirlənən feil işlənmiş cümlələri. Gətirmək sözün köküdür. Ər qrammatik, dik qrammatik. Dönməkdən döndərmək, bunu olar. 2. Udmaqdan uduzmaq olar. 3. Bitməkdən bitirmək. 4. Xatırlamaq isə xatırla sadədir. 5 yox, 5 də çıxdı. 2, 3, 4 B variantı. Əskər artıq yola düşdü. Dağ tərpən. Yola düşmək mürəkkəbdir. Dağ tərpəndi. Tərpənmək. Bu da sadədir. Yaydı. Bu da sadədir. Vətənin göyləni. Birinci misrada qulluqca düzəltmə olan feil işlənib. Bu səhvdir. Feillərin hamısı məlum növdədir. Bəli. 2 düzdür. Bütün feillər eyni zamanda və şəkildədir. Bu 3 də düzdür. Hər biri keçmiş zamandadır və xəbər şəklindədir. Yanlışın altından götürə bilmərəm. İkinci misradakı feil qayıdış növdədir. Burada yaymaq sözüdür və onun heç qayıdış növü şəkilçisi yoxdur. 4 səhvdir. Demək 2, 4 D variantı. Mən qayıdıb bir də uşaq olaydım. Qayıdıb feili bağlamadım. Uşaq oldan ola arzu şəkli yıb yetişdirici idi. Bu da mıda şəxs sonluğu. Burada idi hissəciyi var. Sola idim. Sol a arzu şəkli yıb yetişdirici idi hissəciyi. Mıda şəxs sonluğu. Nümunənin təhnə aid olan fikirlər. Feillərdən ikisi şüurda keçmiş zamanda işlənib. Burada şüurda keçmiş zamanı görmədik.
Təəssüflənən fe'llər arzu şəklindədir. Bəli. Fərqləndirilən sözdə fe'li bağlama şəkilçisi ilə omonim şəkilçisi. Xeyr, fe'li bağlamanın özüdür bu. Fe'llərdən ikisi hissəcik ilə işlənib. Bəli, idi ilə işlənib bu ikisi. 4 də düzdür. 2, 4 doğrudur. Hansı cümlədə olmaq müstəqil fe'ldir? Bu, mövcud olmaq mənasında müstəqil olur. Görürsənmi həyatda nələr olur, nələr mövcud olur? A düzdür. Adam olmaq, həkim olmaq, mane olmaq, yeni olmaq, bunlar da bir yerdədir. Verilən fikirlərin doğru və yanlış olduğunu müəyyən edin. Fe'lin şəkillərinin şəkilçisi qrammatikdir. Omonimli yarada bilir. Doğru fikirdir. Məsələn, arzu şəkli Aə, yönlü kal şəkilçisi omonimdir. Sonra vacib şəkli malı məli, lazım ası əsi, fe'l sifət şəkilçiləridir və s. Bu doğru. Fe'lin qrammatik məna növlərindən birində qururca bütün növlərdə olan söz işlənir. Bəli, məlum növdə söz sadə, düzəltmə, mürəkkəb olur. Digərlərində isə ya düzəltmə olur, ya mürəkkəb, sadə ola bilmir. Zaman şəkilçisindən öncə qrammatik şəkilçi heç bir halda işlənə bilməz. Bu yanlış fikirdir. Məsələn, gəlməz. Bir inkarlıq işlənib, sonra zaman işlənibdir. Zaman şəkilçili fe'l hissəciklə işlənə də bilər, işlənməyə də bilər. Bəli, düzdür. Məsələn, gəldi olsa, bu hissəciklə işlənməz. Amma gəlir olsa, gəlirdi, idi ilə, buradakı d, idi olur. Bu da zaman şəkilçisi olur. Deməli, 4 doğru fikirdir. Hissəciklər fe'lin məzmununda dəyişiklik edə bilməz. Bu da yanlış fikirdir. Məsələn, şərt şəkli. Şərt şəkli nədir? İsə hissəciyi şərt məzmunu gəlirsə, şərt məzmunu yaradır. 5 də səhvdir. D variantı. Əziz körpəm yatsana, yatıb gülə, batsana. Nümunəsinin təhlilinə aid olan fikirlər. Burada yat, sana ədatdır bu. Bat, sana, bu da ədatdır. Yəni, bunlar əmr şəklində olan fe'llərdir. Əmr şəkli. Deyir, qafiyə yaradan fe'llər həm arzu, həm də əmr şəklində düşünülə bilər. Xeyr. Fe'llərin hamısı təəssüflənəndir. Xeyr, bu yatıb fe'li bağlamada tərz bildirir. 2 səhvdir. Sifət ismi izah edib. Bu əziz də sifətdir, körpə də sifətdir. Sifəti izah edib. Təəssüflənən fe'llər yalnız əmr şəklində düşünülür. Doğrudur. Fe'li bağlama hərəkətin tərzini bildirir. Bəli, yatıb gülə, batsana. Doğrudur. Tərz bildirir. Tərkibində şəxssiz fe'l işlənən cümlə ilə bağlı doğru fikirləri. Həmin cümlədə təsliy halda olan söz işlənə bilməz. Niyə? Məsələn, deyirəm ki, məsələyə baxılanda bizi çağırdılar. Bizi təsliq halda oldu. Bir səhvdir. Subyekt işlənə bilsə də obyekt işlənməz. Bu da səhvdir. Elə məsələyə baxılanda məsələ sözü orada obyektdir. Mübtəda iştirak edə bilər. Bəli. Məsələyə baxılanda biz çatdıq. 3 düzdür. Xəbər birinci şəxsin cəmində olur. Ola bilər, bəli, biz çatdıq deyirik məsələyə baxılanda. C düzdür. Çiriyir, yumşalır şeirlərimdə. Kiriməkdən, yox, sadədir. İr deməli zamandır. Y da bitişdiricidir. Yumşalmaq sözün kökü ir zamandır. Qocadan qocalmaq, ır da zamandır. Nümunədəki təəssüflənən fe'llərin təli ilə bağlı uyğun fikirlərin sayı. Bütün fe'llər eyni şəkildədir. Bəli, hər biri eyni şəkildədir. Yəni, xəbər şəklindədir. Quruluşca düzəltmə olanlardan biri. Elə bir dənə düzəltmə var da, bu səhv fikirdir. Qabana doğru yazıb götürə bilmərəm. Fe'llərdən ikisi sifətdən düzəlib. 2 dənə yox, bir dənəsi qocalır söz sifətdən düzəlir. Qayıdış növdə işlənmiş fe'l olsa da, qayıdış növdə olan fe'l yoxdur. Düzəltmə fe'ldə bir dənədir. Yanlış fikirdir. Qabana yanlış yazıb götürə bilərəm. Fe'llərdən biri quruluşca düzəltmə, ikisi sadədir. Bəli, qocalır düzəltmədir. Digər 2 dənə sadədir. Götürə bilərəm. Deməli, 2 dənə doğru fikir oldu. A variantı. Burada yoxladım fe'linin bütün məqamlarına əsasən yanlış fikri müəyyən edin. Sən yoxladın desəm, yoxla sözün kökü d-nı. Bir də deyirəm, siz yoxladın. Siz. Onda yenə yoxla sözün kökü olar. Yoxla. D-t olar.
leksik şəkilçi, ın da qrammatik. Qulluqca həm sadə, həm düzəltmə düşünmək olar. Bəli, düşünmək olar, yanlış deyil. Qrammatik mənası istənilən təhlildə sabit qalır. Bəli, istənilən təhlildə bu feildir də qrammatik məna baxımından. Feilin müxtəlif qrammatik məna növlərində düşünmək olar. Siz yoxladın olsa, deməli, siz yoxladın olsa, bu olacaq icbar növ. Sən yoxladın olsa, olacaq məlum növ. C düzdür. Şəxs şəkilçisi istənilən təhlillə n kimi qalır. Xeyr, sən yoxladın versiyasında görürsünüz ındı, amma siz yoxladın olanda tək n olur. Deməli, d səhv fikirdir. İkinci şəxsin təkində olan əvəzliklə əlaqələnərsə, yəni sənlə əlaqələnərsə, xəbər şəklində işlənər. Bəli, şurada keçmiş zamanda olar, xəbər şəklində işlənər. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. Təəssüflənən feillər şəxsə, kəmiyyətə, zamana görə dəyişə bilir, doğrudur. Hissəci ilə işlənmiş söz xəbər şəklindədir. Ola da bilər, olmaya da bilər, bu iki qalsın. Qəti gələcək zamanda işlənmiş feildə üçüncü şəxsat şəxs sonlu ixtisar edilə bilər. Qəti gələcək zaman. O gələcək. Məsələn, düzdür. Feilin şərt şəkli müstəqil cümlənin xəbəri olmur. Doğru fikirdir. Doğru fikirdir. Yanlışın altından götürə bilmərəm. İb şəkilçili təsriflənən feildə üçüncü şəxsat şəxs sonlu ixtisar oluna bilməz. Xeyr, yanlış fikirdir. Məsələn, o gəlib. Gəlibdir də deyə bilərik. O gəlib də deyə bilərik. Yanlışdır. 1, 3, 5 A variantı olar. Bu doğru, 2-ni götürməm. Çünki doğru fikir deyil də. Bu ehtimaldır. Ola da bilər, olmaya da bilər. Sonra 38. Yorulmusan. Geri qayıtmadan dincini alsana. Yormaqdan yorulmaq. Yorulmuşsan. Yəni bu imişdir. Saatini itirib. Sanda şəxs onluğudur. Qayıtmadan dincini alsana. Al sana ədatdır. Bu da əmr şəklindədir. Deməli, bu xəbərdir. Xəbər şəklindədir. Bu da əmr şəklindədir. Aha, indi baxa, deyir əmr şəklində olan feil düzəltmədir. Xeyr, alsana sadədir. Feillərdən biri arzu şəklindədir. Arzu şəklində olan yoxdur. Xəbər şəklində olan feil işlənməyib. Yorulmusan xəbər şəklidir. Feillərin hamısı qulluqca sadədir. Xeyr, yorulmusan düzəltmədir. Feillərdən biri əmr, biri xəbər şəklindədir. Bəli, bu düzdür. Sonra 39. Nümunədəki feillərlə bağlı uyğunsuzluq əmələ gətirən fikirlər. Könlüm qaranquş tək uçub qoynuna. Bu feili bağlamadı. Çünki burada bir vergül olardı da ən azı. Bu feili bağlamadı. Gəzir. Hər yamacı, hər yaya. Bu da indiki zamanda olan sadə feildir. Deyir, keçmiş zaman şəkilçili feil qulluqca sadədir. Keçmiş zaman şəkilçili feil yoxdur burada. Yanlış fikirdir. Qarşısına da yanlış yazılıb. Ona görə yox, uyğunsuzluğu deyir. Biri götürmürəm. Aha, biri götürmədik. Feillər qulluqca eyni olsalar da sintaktik vəzifələri fərqlənmir. Qulluqca eynidir, uçub da sadədir, gəzir də. Amma sintaktik vəzifələri fərqlənir də. Biri xəbərdir, o biri də tərkibin içində zəiflik yaradıb. Deməli, bu yanlış fikirdir. Qarşısına doğru yazılıb, uyğunsuzdur götürdüm. Sonra feili bağlamanın şəkilçisi ilə omonim şəkilçili söz işlənməyib. Bəli, feili bağlamanın özü var. Omonim deyil, yəni doğrudur. Bunu götürmürəm. Zaman şəkilçili sözlərin hər ikisi feilin xəbər şəklindədir. Burada bir dənə zaman şəkilçisi var. O da gəzir sözündür də. Yanlış fikirdir. Qarşısına doğru yazılıb, uyğunsuzdur götürdüm. Feillərdən biri omonimdir. Hər ikisi məlum növdə işlənib. Bu uçmaq feili omonimdir. Bir quşun uçmağı, bir də uçmaq, dağılmaq mənasında. Hər ikisi də məlum növdədir. Bu 5 doğru fikirdir. Qarşısına da doğru yazılıb götürməyək. Uyğunsuz istəyir çünki. Şəhərin yolları yeni düzəlmişdi. Feillə bağlı doğru fikirlər. Düz sözündən, düz sifətdir bu söz, kökü. Düzəlməkdən
Düzəltmək, düzəltməkdən düzəlmişdi. Kökü feillə omonim olan bu söz şudi keçmiş zamanda deyil. Bəli. Bu idi hissəci idi. Nəqli keçmiş zamandadır və kökü feillə omonimdir. Düz sifəti düzmək feillə omonimdir. Kökü və başlanğıc forması həmçinin əmələ gəldiyi nitq hissəsi feildir. Xeyr, kökü sifətdir. Feildən düzəlmiş feil olsa da axırıncı leksik şəkilçi düzəltmək buna artırılıb. Deməli, feildən düzəlmiş feildir. Kökü feil olmayan sözdür, 3 düzdür. Xəbər şəklindədir, bəli, nəqli keçmiş zamanda işlənib, düzdür. 3 leksik şəkilçi quruluşunu dəyişib. Xeyr, düzəltmə sözlərdə yalnız bir leksik şəkilçi, birinci leksik şəkilçi sözün quruluşunu dəyişir. Digər 2 dənə yox, bu da səhvdir. Tərkibində 2 feildən feil düzəldən şəkilçi işlənib, bəli, bir t, bir də il. 5-də düzdür, 1, 3, 5 A variantı olar. Şərt şəklində olan feil. Cümlənin feili xəbəri olur, sadə cümlədə işlənmir. Bəli, yalnız mürəkkəb cümlədə xəbər ola bilir. Özündən əvvəl heç bir qrammatik şəkil işlənməz, səhvdir, inkarlıq işlənə bilər. Məsələn, gəlməsə. İdi müştəciklərlə işlənə bilsə də, müştəqil şəkildə xəbər olmur, hissəciklə işlənmir. Şəkilçisi qrammatik, leksik şəkilçi ilə omonimdir. Bəli, məsələn, qəribsə sözündə, qəribsə. Qərib sözün kökü qəribsəmək sə leksik şəkilçidir. 4-ü də götürdüm. 1 ilə 4 A variantı. 42-də cədvələ əsasən uyğun fikirləri müəyyən edin. İcbar növdə olan feil işlənmiş cümlədir. Dəyişdirdi sözü dəyişdən dəyişdir. Bu məlum növdədir. Çünki mənası o deyildi. Yəni onu güldürtməyə çalışsa da alınmırdı. Burada güldürtmək, gülmək, güldür, güldürt icbar növdə olan feildir. Mağazadan axşam üçün xeyli ərzaq aldırdı. Almaqdan aldırmaq özü almayıb da bunu başqasına gördürüb. 3-ü götürmək olar. Birgəlik növdə olan feil işlənən cümlədir. Gəzişirdik məlum növdür. Onu əskərliyə yola salmaq üçün onlara yığışdıq. Yığdan yığışmaq 5 olar. İdmançılar birinci üçün yarışdılar. Bu da sadə sözdür. 6 olmaz. 2, 3, 5 olar. Ağart feilinə verilən şəkilçilərdən hansı artırılsa, şəkilçidə dəyişiklik baş verər. Artıraq. Məsələn, şərt şəklinin ağartsa t olduğu kimi qaldı. 1 olmadı. 1-i çıxdım. Birinci şəxsin şəxs şəkilçisi. Birinci şəxsin şəxs şəkilçisi nədir? Ağartdıq. Ağartdıq olur. T olur d. 2 olar. Sonra qəti gələcək zaman ağardacaq. T olurdu. Deməli, cavab 2, 3. Feilin vacib şəklinin şəkilçisi ağartmalı. T qalır olduğu kimi. Uyğunluğu müəyyən edin. Mürəkkəb feil işlənmiş cümlədir. Aid olduğu şəkil dəqiq olmayan feil işlənib. Burada A-da məni yoran səni etiklən nə mürəkkəb feil yoxdur, nə də şəkli dəqiq olmayan feil təəssüflənən feil yoxdur da. Bu da feil sifətdir, bu da feil sifətdir. Yəni A heç birinə yazıla bilməz. A-nı çıxsaq, A buradan çıxır. Görürsənmi, nə demişdimsə, hamısı oldu. Oldu, mövcud oldu mənasında sadə feildir. Bura yazıla bilməz. Və şəkli də dəqiq demək olur. Xəbər şəklindədir. Çünki zaman şəkilçisi var. Burada da miş nəqli keçmiş zaman. Burada da yazıla. B də heç birinə yazıla bilmir. Cavab C. Oxuyub qurtarmaq mürəkkəb feildir. 1-ə C-ni yazırıq. Materialın hamısını vaxtından əvvəl oxudun. Sən oxudun desəm, sən oxudun. Bu olur xəbər şəkli. Siz oxudun deyəndə olur deməli əmr şəkli. Yəni feilin şəklini dəqiq deyə bilmirəm. Digərlərində isə məktubları dünən sən yazmalı idin. Burada mürəkkəb feil yoxdur. Malı məli də vacib şəklidir. Dəqiq demək olur. Sonra tərqid edilmişdir sözündə rəqəmlənmiş
hansı sözlər sözün quruluşunu dəyişməyib? Sözün kökü tərcitdir. Tərcit. Burada bir dənə il dəyişib. Bunlar da qrammatikdir, dəyişməyib. Deməli 1-2 də dəyişməyib, 4-5 də dəyişməyib. Cavabım olar D variantı. Bağçanın qapısı bağlandı. Hansı dəyişiklik edilsə, cümlənin xəbəri məlum növdə işlənəcək. İndiki halda bağ sözün kökü lalex. İndiki halda məhcul növdədir. Hansı dəyişiklik olsa məlum növə olar. Bağçanın qapısı müdir tərəfindən. Burada yenə də müdir tərəfindən bağlandı. Yenə də məhcul növ sayılır. Cümləyə subyekt əlavə etmək, müdir məsələn subyektdir, amma yenə məhcul qaldı. Cümlədən obyekti silməklə bu olar. Yox, bir dəqiqə. Obyekt burada bağçanın qapısıdır. Bunu silsəm, bağlandı, yenə məhcul qalacaq. Deməli, C də olmaz. Təsriflənən feili bağlatdırıldı. Axırıncı leksik şəkilçi burada ıldır. Yenə də məhcul növ olacaq. D də səhvdir. Feildən son leksik şəkilçini silməklə və sadə ismi təsli hala çevirməklə. Sakit ol. Deməli, son leksik şəkilçi n-nı silsəm, onlar bağladı və sadə ismi təsli qapısını bağladı. Bu şəkildə olanda məlum növə çevrilmiş olur. Hansı cümlədə fərqləndirilən sözlər birlikdə leksik məna ifadə edir? Müharibə olmayaydı bu dünyada. Burada mövcud olmayaydı mənasındadır. Deməli, biri çıxdıq. Bumbuz olmaq ikisi bir yerdədir. Çıxıb getdi. İkisi bir yerdədir. Sonra kömək edən belə olmalıydı. Kömək edən olacaqmı, mövcud olacaqmı? Bu səhvdir. Mum olmaq bu da bir yerdədir. 5 olar. 2, 3, 5 C olar. Sonra yalnız düzəltmə söz kimi düşünülə bilər. Hər ikisi gördən görüş, görüşdür, ül, qorxutmaq, qorxut, ul, an. Kökü feil olan bu söz. İndi birə baxaq. Birə A yazsam, 2-yə D yaza bilirəmmi görək. Bu feilin tərkibində leksik şəkilçilər 4 variantlı, qrammatik şəkilçi 2 variantlıdır. Xeyr. Qrammatik şəkilçi ürdür, bu da 4 variantlıdır. Deməli, birə A yazsam, 2-yə D yaza bilmirəm. Bu çıxdı. Birə A yazsam, 2-yə görə C yaza biləcəm. Kökü feil olan bu söz feildən yaranmış feildir. Bəli. Görüşdür feilindən görüşdürül yaranıb. Bu düzdür. E-ni yaza bilirəmmi? Tərkibində qrammatik şəkilçinin indiki zaman məzmunu yaratdığı sözdə 2 leksik şəkilçi var. Qrammatik şəkilçi indiki zaman məzmunu yaratmış sayılmır. Axı, elə indiki zamanın özüdür. Ona görə bu da çıxdı. İndi birə B yazmalıyam ancaq. Birə B yazsam, 2-yə C. Kökü feil olan bu söz feildən yaranmış feildir. Bəli. Qorx feilidir. Kökü qorxutdan qorxut yaranıb. C düzdür. Bura C-ni yazmaq olar. D. Bu feilin tərkibində leksik şəkilçilər 4 variantlı, qrammatik şəkilçi 2 variantlı. Bəli, an, ən 2 variantlıdır. D-ni də yazmaq olar. F. C-ni, D-ni, qoyacam F. 2 fərqli qrammatik məna növündə düşünmək olar. Xeyr, qorxudulan ancaq məhcul növdə düşünmək olur da. F yazmaq olmaz. F çıxdı. Burada da var. Ona görə cavabım qalır C, D, bir də E. Feili sifət var burada. İndiki zaman məzmunu yaradır və 2 leksik şəkilçi də var. E də düzdür. Sonra cədvələ əsasən uyğunluğu müəyyən edin. Əgər sözdə zaman şəkilçisi varsa, deməli bütün şəxslər üzrə şəxs şəkilçisi qəbul edə bilər. Xeyr, məsələn, gəldi sözü. Gəldi. 3-cü şəxsdə heç vaxt şəxs şəkilçisi qəbul edə bilməz də. A səhvdir. A-nı çıxaq buralardan. Deməli, həmin söz xəbər şəklindədir. Bəli, zaman varsa, deməli xəbərdir. B düzdür. Həmin söz başlanğıc formada deyil. Bəli, qrammatik şəkilçi var. Deməli, həmin söz quruluşca ya sadə ya da düzəltmədir. Niyə mürəkkəbdə ola bilər? D-ni də çıxaq. Deməli, sözdə iç qrammatik şəkilçi zaman şəkilçisidir.
Xeyr, inkarlıq da ola bilər. Gəlmədi. Gəlmədi. Burada inkar oldu. Eyni də çıxdı. Hansı cümlə cavabım qaldı D variantı. Hansı cümlədə keçmiş zaman şəkilçisi gələcək zaman məzmunu yaradıb? Bu sabah qayıtdı məsələn. Qardaşım Şəkiyə gedib. Ola bilsin ki, sabah qayıtdı. Yəni qayıdacaq mənasındadır D variantı. Digərlərinə də baxmağa ehtiyac yoxdur. Neçə cümlədə feil olub olmadığını əminliklə demək olmur. Aha, əlimdəki güldür. Bunu başqa cür güldürmə feili kimi düşünə bilmərəm də. Bu çıxdı. Aqil maşın sürməlidir. Bu da mütləq şəkildə feildir də. Bunu sürməli şkaf mənasında heç vaxt düşünmək olmaz. Bunların sayı 40-dır. Bu da 40-dırmaq feili kimi heç vaxt düşünmək olmaz. O yemək yeməlidir. Bunu istəyirsiniz yemək yeməlidir, qidalanmalıdır mənasında düşünün. Yenə feili sifət olacaq. İstəyirsiniz o yeməlidir. Yeməli. Bu da yəni vacib şəklində düşünün, yenə feil olacaq. Heç bir halda feildən başqa nitq hissəsi düşünmək olmur. İkini də çıxaq. İndi yaydır. Yay fəslidir, isim olar. Bir də yaydır. İndi yaydır. Yəni yaydırmaq feili olar. 4. Yəni bir dənə A variantı. Hansı feillər bir neçə qrammatik məna növündə düşünülə bilər? Yazdırmaq olmaz. Yazdırmaq olmaz. Durulmaq bu məlum növdür. Duru sifətindən yaranıb çünki. 1 ilə 4-ü çıxsam. Sonra qızışmaq bu məlum növdür. 2 də olmaz. 3-də dolanmaq. Məsələn, ip dolandı desəm, bu olar məhcul növ. Pərvanə şamın başında dolandı desəm, bu olar deməli qayıdış növ. Daşınmaq. Fikrindən daşındı desək, olar məlum növ. Sonra məsələn, yüklər daşındı desəm, olar məhcul növ. 6. Çəkilmək. Duman çəkildi, qayıdış növ. İp çəkildi. Bu da məhcul növ. 5 dolar. Sonra cədvəldən bütün uyğun feilləri müəyyən edin. Qulluqca sadə düzəltmə feil kimi düşünülə bilir. Bu bişir ar ərlə olanlar ar, bir də ır üstü 4, bir də ar üstü 2 olanlar həm sadə, həm düzəltmə kimi düşünülə bilir. Məsələn, yemək bişirdi. Qazın üstündə yemək bişirdi. Olanda deməli sadə olacaq. Bişirmək olanda düzəltmə. Tufan qopardı. Bu olanda sadə olacaq. Tufan qopardı nümunəsində. Bir də deyirəm, yarpaqları qopardı. Qoparmaq mənasında olar düzəltmə. 2-3. Qulluqca yalnız sadə feildir. Oğurlamaq sadə feildir. 4. Bulamaqdan bulanmaqdır. Bir də qala sadədir. Elə variant var. Hə, A variantı. Deyir ki, tərkibində yeganə feilin əmr şəklində olduğu müxtəlif cümlələr üçün hansı fikirlər istənilən halda ortaqdır? Cümlədə sınız şəkilçi qəbul edən feil yoxdur. Bu biri götürə bilərik. Çünki əmr şəkli siz, məsələn, siz olsaydı, siz gəlin. Belə olur da, siz versiya. Bu siniz sizindir, sizin şəxsonluğudur. Amma əmr şəklində qəbul eləmir. İn qəbul eləyir. Biri götürmək olar. Cümlənin xəbəri hərəkət bildirmir. Xeyr, hərəkət bildirir. Bu səhvdir. Əmr şəkli hərəkət bildirməlidir. Deməli, bu səhvdir. Cümlədə təəssüflənməyən feil yoxdur. 3 düzdür. Çünki deyir, bir dənə yeganə feil var. O da əmr şəklindədir. Cümlədə şəxs şəkilçisi qəbul etməyən feil var. Niyə şəxs şəkilçi qəbul edə də bilər? Bu səhvdir. Cümlədə zaman şəkilçili söz yoxdur. Bəli, bu düzdür. 5 düzdür. Şəxs şəkilçisi qəbul etmək, məsələn, siz gəlin nümunəsində in şəxs şəkilçisidir də. 55-ə baxaq. Müqayisə cədvəlidir. Ortaq və fərqli cəhətlər.
Nümunədəki feillərdən biri tərəfləri bitişik yazılan mürəkkəb feildir. Burada sağollaşmaq, burada da istiotlaşmaq. Deməli, ortaq. İstiotlanmış ortaqdır. Nümunələrdəki ilk feil qulluqca sadə deyil. Burada ilk feil yardım edə bilmək, A üstə gələk, A üstü 2 bilmək sxemidir. Deməli, mürəkkəbdir. Burada istiotlanmış, bu da mürəkkəbdir. İkini götürdüm. Fərqli cəhətdir. Nümunədə düzəltmə feil olmasa da, kökü feil olan başqa nitq hissəsinə aid söz var. Burada elə bir şey yoxdur, amma bu nümunədə B-də qucdan, qucmaqdan qucaq yaranıb. Yəni, qucaq sözünün kökü feildir, isim yaranıb. 3-ü götürə bilərəm, fərqli cəhətdir. Təsirlənən feillərin xəbər şəklində olduğu cümlədə feillərdən biri indiki zamandadır. Burada hər biri keçmiş zamandadır. Dedik, qəbul etmədilər, yola düşdük. Hər biri keçmiş zamandadır. Burada isə qışqırırdı, indiki zamandadır. Sakit oldu, bu da keçmiş zamandadır. Deməli, 4 də fərqli cəhətdir. Yəni, A variantı olar hamısı. Cədvəldəki yanlışlığı müəyyən edin. Xəbəri şəxsiz təəssüflənən feil olan sadə cümlədə mübtəda ola bilər. Xəbər şəxsiz təəssüflənən feildirsə, mübtəda heç vaxt orada o cümlədə ola bilməz. Yanlış fikirdir, qabağına doğru yazılıb, deməli elə A-nı götürməliyəm. Boşamaq və qanamaq feillərinin qulluqca növü eyni deyil. Boşdan boşadır, qandan qanadır. Hər ikisi qulluqca düzəltmədir. Növü eyni deyildir, yanlış fikirdir, qarşısına da yanlış yazılıb. Oxunmaq və oxunulmaq feilləri məhcul növdədir. Bəli, burada ıldır şəkici, burada da undur. Hər ikisi məhcul növün şəkicisidir, doğrudur. Qarşısına doğru yazılıb. Kökü feil olmayan bütün feillər məlum növdə olur. Yanlış fikirdir. Məsələn, stollar düzəldildi. Düzəldildi sözündə kök düz sifətidir. Amma feil məhcul növdədir. Bu da yanlışdır. Gəzişmək və əsnəşmək feillərinin qrammatik məna növü eyni deyil. Gəzişmək məlum növdür. Əsnəşmək isə birgəlik növdür. Deməli, eyni deyil, doğru deyil. Hansı sözlər feil olarkən düzəltmə? Hansı sözlər feil olarkən düzəltmə başqa nitq hissəsi kimi düşünülərkən sadə olur? Düyün isim kimi düşünsəm, düzəltmə olacaq. Düyməkdən düyün. Deməli, biri götürə bilmirəm. Bu söz feil kimi sadədir, düyün sözü feil kimi sadədir. Düymək, düyün. Amma isim kimi düzəltmədir. Bizə əksini deyir. Biri çıxdım. Bildir sözü. Feil kimi bildən, bildirmək düzəltmədir. Amma zərf kimi, bu zərf kimi sadədir. İkini götürdüm. Düşüncə sözü. Düşüncə sözü isim kimi düşünməkdən düşüncədir də, düzəltmədir. Deməli, 3-ü götürə bilmərəm. Güldür sözü. İsim kimi sadədir, amma feil kimi gülməkdən güldürməkdir. 4-ü götürə bilərəm. Feil kimi düzəltmədir. Mindir sözü. Min say kimi sadədir, sadə. Amma feil kimi düzəltmədir. Deməli, 5-i də götürə bilərəm. 2, 4, 5 variant. Hansı nümunədə xəbər şəklində olan söz olsa da, gələcək zamanda olan söz yoxdur. Burada dəyişəcək gələcək zamandır. A çıxdı. Sonra burada qanmaz sifətdir. Demək olmur, indiki zamandır. Burada gələcək zaman yoxdur. Sonra görər qeyri-qəti gələcək zaman, qonacaq qəti gələcək zaman, açaq, duyacaq. Bu da qəti gələcək zamandır. Hansı nümunələrdə altından xətt çəkilən feilin qrammatik məna növü yanlış göstərilib? 18 yaşı tamam olan Akif hərbi xidmətə göndərildi. İl məhcul növdür. Qarşısına da məhcul yazılıb. Bu düzdür. Oğul mənimdir əgər oxutmuram. Universitetdə oxutmaq mənasında bu məlum növdür.
Qarşısına icbar yazılıb, deməli səhvdir. Sən onunla ayaqlaşmağa çalışma. Bu məlum növdür. Ayaqdan ayaqlaş. Qarşısına da məlum yazılıb. Yalnızlığının min bir rəngi toxundu. Çatanda fırçayla sevgiliyə gül uzadan əllərin tənhalığı göründü. Gördən görünmək, tənhalığı görmək qayıdış növdür. Qarşısına məhcu yazıb 4'ü götürdüm. Gah ağlatdın, gah güldürdün sən məni. Bunu öz eləyib də, ağladan da özüdür, güldürən də özüdür. Bu məlum növdür. İcbar yazılıb, səhv yazılıb. 5'i də götürməliyəm. 2, 4, 5 variant. Cədvəlin sol xanalarında doğru, sağ xanalarında yanlış fikirlər yer almalıdır. Hansı fikirlər bu şərti pozur? Deməli, burada doğru olmalıdır, burada yanlış olmalıdır. İndi bu şərti pozanı deyirsə, əksini tapmalıyıq. Doğrunun altından yanlışı tapmalıyıq. Əmr şəklinin ikinci şəxsin təkində olan sözün tərkibində şəkiçi ola bilməz. Niyə ola bilmir ki? Leksik şəkiçi ola bilər də. Məsələn, sən oxud. Oxud. Bu əmr şəklindədir, ikinci şəxsdədir və oxu da leksik. Sözün tərkibində şəkiçi oldu. Deməli, biri götürməliyəm, yanlış fikirdir. Şərti pozudur, doğrunu pozdu. Bir sözdə eyni anda iki hissəcik ola bilər. Bəli, ola bilər. Məsələn, bir dəqiqə. Məsələn, baxırdısa yazsaq, baxırdısa. Burada zamandır, d idi hissəcikdir, sa da isə hissəcikdir. Yəni ikisi eyni anda ola bilər. Bu düz fikirdir, düzün altından da götürmürəm. 2'ni çıxdım. Sonra başqa nitq hissələrindən düzələn, istənilən fe'l birbaşa məlum növdə olur. Bəli, birbaşa məlum növdə olur. Məsələn, düzəlmək, düzəl. Bu məlum növdədir. Amma buna şəkiçi artsan düzəltmək, düzəltdirmək. Onda başqa növlərdə ola bilər. Birbaşa halda məlum növdə olur. 3 də düz fikirdir, 3'ü də çıxdım. Şərt şəklində fe'l olan cümlə qulluqca sadə olur. Şərt şəklində fe'l olan cümlə qulluqca sadə olur. Xeyr. Şərt şəkli mütləq düzəltməlidir. Mürəkkəb cümlənin xəbəri ola bilər də. Deməli, bu yanlış fikirdir. Yanlışın altından götürmürəm. Eyni fe'l, fe'lin bütün qrammatik məna növlərində ola bilər. Bu da yanlış fikirdir. Dolanmaq fe'lini, fe'lin bir neçə qrammatik növündə düşünmək olar. Bəli, bayaq da dedik, buna nümunə doğru fikirdir. Pərvanənin şam başında dolanmağı, bu qayıdış növdür. İpin dolanmağı isə deməli məhcul növdür. Bu da d variantı olar. 1-dən 6. Hansı cümlələrdə altından xətt çəkilən hissənin hər hansı hissəciklə omonim olduğunu dəqiq demək olar. Burada elə indicə yol kənarından qaçırdı. Burada mən dəqiq deyə bilmirəm də, bu ididir, yoxsa d üstü 4'dür. Ona görə biri götürmürəm. Qopardı sözündə də dəqiq demək olmur. Bu ididirmi, yoxsa d üstü 4'dürmü? 2'ni də çıxın. 1-lə 2'ni çıxsa, çıxarsa, çıx sözün kökü, ar, zaman, sa, bu isədir. Bu isədir. Deməli, hər hansı hissəciklə omonim deyir. Burada da isənin özüdür də. 3'ü də çıxaq. Sahib bizə deməmiş nəsə. Soruşmuşdum sözündə. Soruş sözün köküdür. Muş keçmiş zamandır. Yəni imişlə omonimdir. 4 götürdüm. Bir də apar sözün köküdür. Sa-sə şərt şəklidir. Bu şərt şəklidir. İsə ilə omonimdir. Ona görə cavabım C variantı olar. Bu qədər bəsdir. İzlədiyiniz üçün təşəkkürlər. Davamına sonra bir yerdə baxarıq.